Heyvanlar alemi mövzusunu davam ettiririk. Makedoniyalı İskəndər bu sevimli atının ölümündən sonra Asiyada bir neçə şəhəri onun şərəfinə adlandırılmışdı. Pənc gənc. Butsefal. Butsefalın şərəfinə. Heyvanlar aləmi sonuncu sual. Qədim Romalılar bu Afrika canlısını kameleopard, yəni dəvə və leopardın qarışığı hesab edirdilər. Dəvə və leopard, Tusi komandası. Zürafə. Zürafəni, bravo! Zürafəni kameleopard hesab edirdilər. 1500 xal Tusi komandasının hesabına yazıldı. Sirli raundun 5-ci mövzusu sonuncu mövzu. Bu mövzuda oyunçular cavabları ilə sualların sonuna çıxmağa çalışacaqlar. Sirli raundun sonuncu mövzusuna əvvəl olduqca gərgin bir mübarizənin şahidi Tusi komandası liderə bir qədər yaxınlaşdı. Hesabındakı xalların sayını 5300'e çatdırdı. Liderimiz Türkistan 5900 xala malikdir. Pənc gənc komandası da azacıq geri qalır. 4800 xal var bu komandanın hesabında. Sirli raundun sonuncu mövzusu elə sonuncu mövzu adlanır. İlk sual dəyəri 300 xal. 1968-ci ildə çəkilmiş bu film yazıcı Maksud İbrahimbəyovun senarisi əsasında lentə alınmışdı. Hərum komandası. Axırıncı aşırım. Axırıncı aşırım Fərman Kərimzadənin səhv etmirəmsə əsər əsasında, qardaşlığın əsər əsasında lentə alınıb. Cavabınız səhvdir. Digər komandalar risk etmirlər. Uşaqlığın son gecəsi. Sonuncu mövzu. Sonuncu mövzu 600. Bu Özbək şairinin xəmsəsinə daxil olan sonuncu əsər Sədd İskəndər adlanır. Əmir Xoslov Dəhləvi. Pənc gənc komandasının cavabı səhvdir. Hərum komandası. Əlişir Nəvai. Bravo. Sədd İskəndər adlanır. Sonuncu əsər Əlişir Nəvainin xəmsəsində. Sonuncu mövzu dəyəri 900 xal. Üçüncü sual belədir. Fenimar Cooper'in dəri corab pentalogiyasına daxil olan bu romanda Amerikada Avropalıların daha böyük ərazilər ələ keçirmək uğrunda mübarizəsi və yerli Hindu qəbilələrinin mürəkkəb həyatı təsvir olunub. Sonuncu Magikan. Sonuncu Magikan. Hərum komandası. Fenimar Cooper'dən gələn bir suala doğru cavab verdi. Mövzunun dördüncü sualı nominal 1200. 1821-29-cu illərdə Yunanistanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş bu İngiliz şairinin son sözləri İtalyanca "Mən dünyada qiymətsiz bir şey qoyub gedirəm" olmuşdu. Yunanistanın müstəqilliyi uğrunda mübarizə aparan İngiliz şairi. Kifayətdir məşhur bir fakt. George Byron olub. Sonuncu mövzudan sonuncu sual. Bu facianın sonunda səadət qeybdən səs eşidir. Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı. Hansı facianın sonunda belə bir qeybdən səs gəlir? Müsibəti Fəxrəddin. Bax, bu facianın sonunda belə bir səs eşidilir. Fərdi raund. Bu raundda hər beşlikdən bir oyuncu iştirak edir. Beşliklərin nümayəndələri onlara təklif edilmiş 5 mövzudan yarışmaq istəmədikləri birindən ardıcıllıqla imtina edirlər. Yerdə qalan mövzunun sualları beşliklərin nümayəndələri üçün səsləndirilir. Bu raundda mövzunun ilk sualına doğru cavaba görə 400, sonraki suallara doğru cavaba görə müvafiq olaraq 800, 1200, 1600 və 2000 xal verilir. Yanlış cavab verilməsi həmin xalların komandanın hesabından silinməsi ilə nəticələnir. Beləliklə, keçidə alırıq oyunun 4-cü mərhələsinə, fərdi raunda. Bundan öncə son duruma bir daha nəzər yetirək. Hərum komandası -800, Pənc gənc komandası 4200, Tusi komandası 5300, Türkistan komandası 5900. Azərbaycan çempionluğu uğrunda olduqca gərgin bir mübarizə davam edir. 3 komanda son ana kimi iddiasını davam etdirir. Fərdi raundun mövzuları. 5 barmağın hamısı bir olmaz. Murad, xoşbəxt rəqəm, tikdim ki izim qala, edam tarixi. İlk olaraq Hərum komandası seçim etməlidir. Edam tarifi. Edam tarixi mövzusu bu raundda oynanılmayacaq. Pənc gənc komandası. Xoşbəxt rəqəm. Xoşbəxt rəqəm mövzusu da artıq yoxdur. Tusi komandası. 5 barmağın 5'i də bir deyil. 5 barmağın hamısı bir olmaz mövzusu imtina olundu bu mövzudan. Və son olaraq lider Türkistan komandası.
Burada mövzusundan Türkistan komandası imtina etdi. Tikdim ki izim qala. Fərdi raundda məhz bu mövzu oynanılacaq. İlk sual dəyəri 400 xal. Eyfel gülləsi inşa etmiş memarın soyadı məhz Pənc Gənc. Eyfel. Gustav Eiffel. Gustav Eiffel. Bəli, cavab doğrudur. Bütün komandalar bu suala cavab vermək istəyirdi. Pənc Gənc komandası daha cəld tərpəndi. Bakıda yerləşən Qız qalasının memarı məhz odur. Məsud ibn Davud. Məsud ibn Davud. Bəli, cavabınız doğrudur. Davam edirik. Tikdim ki izim qala. Növbəti sual. Dəyəri 1200. Bu məşhur tikili Şanxay Guan keçidindən başlayır. İlk olaraq Türkistan komandası. Böyük Çin səddi. Böyük Çin səddi. Düzgün cavabdır. Tikdim ki izim qala mövzusundan 4-cü sual səslənir. Nominal 1600. Bu Əhməd Ustad adlı memarın ən məşhur abidəsidir. Onun sifarişçisi isə Cahan Şahdır. İlk olaraq Tusi komandası. Buyurun. Tac Mahal. Bəli, Tac Mahaldan söhbət edir. Cavab doğrudur. Və nəhayət mövzunun sonuncu sualı. Fərdi raundun sonuncu sual səslənir. Qədim Yunanistanda bütün tanrıların şərəfinə tikilmiş məbəd məhz belə adlanırdı. Bütün tanrıların şərəfinə. Hərum komandası. Artemida məbədi. Artemida məbədi qədim Yunanistanda deyildi. Efesdə idi. Artemida məbədi cavabı səhvdir. Kifayət qədər vaxt verdim. Sualın cavabı fikrimcə o qədər çətin deyildi. Panteon adlanırdı. Xəmsə raundu. Bu raundda hesabında müsbət xal olan komandalar iştirak edə bilər. Bu raundda komandalar hesabında olan xaldan çox, bir xaldan az olmamaq şərti ilə digər komandaların bilmədiyi məbləğdə yazılı şəkildə gediş edirlər. Bütün komandalar gediş etdikdən sonra aparıcı sualın mövzusunu və xəmsə sualını səsləndirir. Komandalar bütün heyətləri ilə sualı müzakirə etdikdən sonra cavabı yazılı şəkildə verirlər. Düzgün cavab verilməsi halda komanda gedişinin məbləği həcmində əlavə xal qazanır. Səhv cavab verdiyi təqdirdə komanda gedişinin məbləği həcmində xal itirir. Nəticədə rəqiblərdən daha çox xalı olan komanda qalib olur. Xəmsə raundun mövzusu rənglər. Bu mövzuda rənglərin nə qədər mürəkkəb mövzu olması məlum olacaq. Beləliklə həlledici məqam gəldi, çatdı. Xəmsə raundu oynanılacaq. Məhz bu raundun yekununda Azərbaycan çempionunun kimliyinə aydınlıq gələcək. Artıq komandalar gedişlərini ediblər. İndi isə mövzunu ardına isə sualı səsləndiririk. Xəmsə raundunda rənglər mövzusu oynanılacaq. Bundan öncə qeyd edim ki, hesabında mənfi xal olan Hərum komandası bu raundda iştirak etmir. Yalnız Tusi, Pənc Gənc və Türkistan komandaları Azərbaycan çempionluğuna iddiasını davam etdirir. Diqqətli olun. Xəmsə raundunun sualı səslənir. Mövzu rənglər. Deyilənlərə görə Monqolların xilafəti hücumlarından sonra Dəclə çayının suları qırmızı və göy rəngə boyanmışdı. Çayın sularının qırmızı rəngə boyanmasının səbəbi tökülən qan idi. Bəs çayın sularının göy rəngə boyanmasının səbəbi nə idi? Vaxt. Saniyə başa çatdı. Cavablar təhvil alınsın komandalardan. Komandalar gedişlərini etdilər və cavablarını yazılı olaraq təhvil verdilər. Pənc Gənc komandası 5400 xala malik idi. Gedişləri 2500 xal idi. Onlar bu suala türkçülüyün sübutu üçün cavabını verdilər. Tusi komandası 6900 xala malik idi. Onların gedişləri 300 xal idi. Onlar bu suala Türklərin qələbəsi cavabını veriblər. Yəni, göy rəngin Türklərə yaxınlığını. Türkistan komandasının 7100 xalı var idi.
Onların gedişi cəmi bir xal idi.